vaxtınız xeyir dəyərli şagirdlər. 12-ci sualın həllinə baxaq. Verilən bu çevrənin bizdən radiusunu soruşur. Burada əsas məsələ uşaqlar x-ları ayrı-ayrı hesablayıb, y-ləri ayrı-ayrı hesablamalıyıq. Yəni x kvadrat çıxılsın 6x plus y kvadrat üstə gəlsin 12y çıxılsın 4 bərabərdir 0. Fikir versəniz, baxın, bu ifadədə x minus 3-ün kvadratıdır. Düzdürmü? Çünki bunun davamını, yəni ümumiyyətlə bu tipli misallarda müxtəsər olma üsulunu tapmaq üçün, yəni hansı ifadənin açılışını tapmaq istəyirsinizsə, ikinci həddin baş əmsalını bölün 2-yə hər zaman. 2-yə bölün. Və buradan görürük ki, bu ifadənin açılışını verir. Bax, bunun çünki davamı var axı. X kvadrat minus 6x plus 9 bizə bu ifadəni verir. Və ardın davam etsə plus. Bu bizə nəyin açılışıdır? Y plus 6-nın kvadratı. Və hər birinin açılışında burada plus 9 əlavə olunur. Burada plus 36 əlavə olunur. Bir də çıxılsın 4-ü yazdım. Bu əlavə etdiklərimi biz məcburuq çıxaq. Bərabərdir 0-a. Bu ifadənin alınmasından ötəri əlavə etdiklərimizi çıxmalıyıq. Və buradan bu ifadə fikir versəniz x minus 3 plus y plus 6-nın kvadratı. Bu ifadə bizə verəcək mənfi 49 bərabərdir 0. Və buradan radiusu tapmaq üçün x minus 3 kvadratı plus y plus 6-nın kvadratı bərabərdir 49 digər tərəfə keçir. Artıq bizim radiusumuz olacaq 7. Yəni Y bəndi.